Onda Günay xanım, burada belə bir sual yaranır ki, siz özünüz idmanı həmişə sağlam olasınız deyənə eləməmisiniz. Xeyr. Yəni sualınıza belə deyə bilərəm ki, bəli, haqlısınız. Yəni sağlamlıq üçün eləməmişəm. Yox. Sadəcə sevdiyiniz üçün etmisiniz. Bəli. Mən belə deyim də sizə. İlk dəfə idmanla məşğul olanda 8 yaşım var idi. Ondan sonra qismət olmadı, yəni davam edə bilmədim və 25 yaşımda bir daha başladım. Və ilk gün evə gəldiyimdə mən o gün yatmışdım. Yəni aylar sonra ilk dəfə mən evə gəlmişdim və yatmışdım. Yəni yuxu məni aparmışdı, o yorğunluq. Və o hissi unuda bilmirəm. Yəni 25 yaşım var idi. Ona görə də mən əslində mental olaraq çata bilmədiyim duyğularıma fiziki olaraq idmanla çatıram. Hə, siz o həzzi, o ləzzəti idmanda alıbsınız. Bəli. Onda belə deyim də, əsasən biz gördüklərimizə əsasən formalaşırıq da. Yəni burada kimdəsə görmüşük, kimdəsə eşitmişik yaxınımızda. Bu sizdə kimdə olubdu? Atanızda, qardaşınızda idmanla məşğul olmaq ki, bu sizə çünki aşılanıb. Əslində sizin mövzudan biraz qırağa gedəcəm. Bəlkə də bilmirəm, bəlkə də ora getmək lazımdır deyə gedəcəm. Biz bu həyatda ilk həyat yaşamırıq. İlk ömür yaşamırıq, ilk dəfə gəlmirik. Bəli. Və bu ata-ana və ya qəliblər və yaxud da baxdığımız insanlarla əlaqəli deyil. Bu sizin ruhunuzun seçimidir. Və gələn ruh nə ilə gəlir, bunu kimsə bilmir. Özü belə bilmir. Və əgər o özünü kəşf eləməyə davam edirsə, yəni beyin, yəni sənin egon, ruhunu, yəni efirini, bədənin orada olan, sakitdə duran balaca bir uşağı dinləyirsə, dinlədə bilirsənsə, o zaman sən özünü kəşf edirsən. Yəni hər kəsin axtardığı sən kimsən sualını tapırsan. Bəli. Siz bunu 24 yaşında tapdınız onda? 36. 36. 25 yaşımda başlamışam idmana, amma 36 yaşıma qədər özümü axtarmışam. Əslində kamillik yaşında tapmısınız. Bəli. Baxır da indi kamillik 15 yaşında da gələ bilər sənə. Yəni sən birdən-birə Budda ola bilərsən. Nirvanaya düşürsən də, yəni o nirvananı yaşayırsan və türklərin bir sözü var, ərmiş olursan. Hə, yəni ərirsən və o kamilliyi varırsan. Bəli. Məsəl üçün ya da yaşayırsan 90 yaşındasan, amma hələ də özünü kəşf eləməmisən və başa düşmürsən ki, sən niyə gəldin bu həyata. O zaman nə olacaq? Bir də filtr eləməzsən. Ruhunuz doyur. Hə, o hissi ala bilirsiniz. Tamamilə razıyam ki, hə. Yəni özümlə tamamlanmışam. Tamamlaya bilmisiniz. Bəli. Tapdınız da. Siz dünyaya aid olan heç bir şey mənə maraqlı deyil. Çox gözəl. İnanın mənə maraqlı deyil. Yəni o mal, mülk, hakimiyyət, nəyisə varmaq, nəsə əşyaya sahib olmaq, nəyisə bir yerə bağlanıb qalmaq, bunların hamısını aşmışam. Buna idmanda gəldiniz Günay xanım, yoxsa? Əslində yox. Sadəcə olaraq belə deyim də sizə. Həyatım biraz keşməkeşli olub, eniş çıxış və heç vaxt o durduğum yerdə durmamışam da. Elə bir ki, mənə salıblar o çərçivəyə. Deyiblər ki, burada duracaqsan. Mən o çərçivələri qırmışam həmişə. O sizin sualınıza da belə cavab verim. Mənim nə atam, nə qardaşım yoxdur. Aydındır. Keçəydim ona bir.